Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərsləri hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə Azərbaycan dilinin orfoqrafiya normaları, yəni doğru yazılış qaydaları haqqında danışmaq istəyirəm. Qeyd edeyim ki, savadlı yazı üçün orfoqrafiya normalarını bilmək mütləqdir. Ona görə bu mövzuda geniş bir dərs hazırladım sizlər üçün. Gəlin başlayaq. Heç bir bəndi unutmamaq üçün elə birbaşa sənədi bura yerləşdirəcəm və bir-bir bütün bəndlərə birlikdə baxaraq, birlikdə müzakirə eləyərək öyrənəcəyik. Biz sənədə baxanda başlıqda bu qərar haqqında ümumi məlumat görürük. Düşünürəm ki, burada izah edilməli bir hissə yoxdur, anlaşılandır. Başlayaq Azərbaycan dilinin orfoqrafiya normaları haqqında danışmağa. Azərbaycan mənşəli sözlərin yazılışı. Deməli, birinci bəndə baxaq. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, milli sözlər əsasən tələffüz edildiyi kimi yazılır. Addım yazılır, addım oxunur. Dəniz yazılır, dəniz oxunur. Yəni əsasən sözlər, milli sözlərimiz yazıldığı kimi tələffüz olunur. Tələffüz edildiyi kimi yazılır. Bu qayda anlaşılandır. Daha sonra son səsi x, bəzən ğ kimi tələffüz olunan Azərbaycan mənşəli, baxın diqqət edin, Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır. Məsələn, biz tələffüz eləyirik, deyirik ki, bulaq və yaxud da bulaq. Deyirik, görəsən bu söz ğ ilə yazılır, x ilə yazılır, yoxsa q ilə yazılır. Onda bu qaydanı yadınıza salın. Tələffüzdə x, ğ kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər yazılışda q hərfi ilə yazılır. Baxın, ayaq, barmaq, bulaq və s. Daha sonra bu qəbildən olan sözlərə saitlə başlayan şəkilçi artırıldıqda q, ğ əvəzlənməsi baş verir. Deməli, bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q, ğ əvəzlənməsi baş verir. Söhbət yazılışdan gedir. Yəni, həm yazılışda, həm tələffüzdə q, ğ əvəzlənməsi baş verir. Otaq, otağa demirik və yaxud otağa yazmırıq. Otağa, bulağın, qonağımız və s. Hansı sözlərdən söhbət gedir? Azərbaycan mənşəli sözlərdən söhbət gedir. Bu qayda da anlaşılandı məncə. Daha sonra son səsi, baxın, burada bir məqama diqqət eləyin. Burada yazılıb x. Lakin burada x olmalıdır. Yəni x səsindən söhbət gedir. Son səsi x kimi tələffüz olunan, x kimi tələffüz olunan çox hecalı Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır. Bilək, birlik, külək, ürək. Diqqət edirsiniz, tələffüzdə x ilə tələffüz olunur son səsi. Bu sözlər yazılışda k hərfi ilə yazılır. Baxın, k hərfi. Düşünürəm ki, anlaşılandı. Davam eləyək. Son səsi k kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir. Dedik ki, Azərbaycan mənşəli sözlərdə k əvəzlənməsi baş verir, lakin alınma sözlərdə heç bir dəyişiklik baş vermir. Əmlak, saitlə başlayan şəkilçi artıraq, əmlaka, iştirak, iştirakımız. Yəni, alınma sözlərdə k, y əvəzlənməsi baş vermir. Bunu da yadda saxlayın. Daha sonra son səsi t, bəzən d kimi tələffüz olunan çox hecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır. Tələffüz eləyirik, bulut, bulud, bulud. Məsələn, bəzən uşaqlar düşünür, görəsən t ilə yazılır, yoxsa d ilə yazılır? Deməli, tələffüzdə t və d kimi tələffüz olunan, yəni son səsi çox hecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır. Bulud, palıd, söyüd və s. Son səsi ç, bəzən c kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır.
qılınc, baxın, ç deyirik, lakin c ilə yazılır. Ülgüc, ülgüc ç ilə tələffüz eləyirik, lakin yazılışda c ilə yazılır. Kərpic, ç ilə tələffüz eləyirik, lakin c ilə yazılır. Belə, bu qaydanı məncə tam bildik, tam öyrəndik, davam eləyə bilərik. Daha sonra, demək Azərbaycan mənşəli sözlərin yazılışını bildik. Daha sonra alınma sözlərdə saitlərin yazılışından danışaq. Deməli, tərkibində o hərfi olan alınma sözlər A və ya O ilə tələffüz edilməsindən asılı olmayaraq O ilə yazılır. Bəzən biz düşünürük ki, daha doğrusu tələbələr düşünür, müəllimlər artıq o qədər danışıb ki, bu qaydalardan artıq əzbər bilir. Bəzən şagirdlər düşünür ki, məsələn, avtomat A kimi tələffüz eləyirik. Görəsən A yazılır yoxsa O yazılır? Baxın, tələffüzdə O və ya A kimi tələffüz edilməsindən asılı olmayaraq sözlərin yazılışı necə olur? O ilə yazılır. Baxaq, söhbət alınma sözlərdəki O qarışdırılmasından gedir. Deməli, avtomat desək də avtomat yazılır. Kollec, kollektiv, laborant, A ilə tələffüz eləyirik, lakin O ilə yazılır. Moskva, motor, obyekt, Odessa deyirik, lakin Odessa yazılır. Poema, poeziya, problem, lakin problem tələffüz eləyirik. Professor, baxın ona yazılır. Solist, velosiped və s. Belə, bu qayda aydındır. Daha sonra, ikinci hecasındakı saiti I, bəzən Ü kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi ənənəvi prinsipə əsasən I ilə yazılır. Qoy mən buranı silim, daha anlaşılan olsun. Aha. Deməli, ikinci hecasındakı saiti I bəzən Ü kimi tələffüz olunan, diqqət eləyin, ərəb mənşəli sözlər tarixi ənənəvi prinsipə əsasən. Ərəb mənşəli sözlər tarixi ənənəvi prinsip. Ərəb dilində Ü saiti yoxdur. Ərəb dilində necə yazılır? I ilə yazılır. Belə yadda saxlaya bilərsiniz. Lakin burada istisnalar var. 4 dənə sözü yadda saxlayın. Mühüm, müşkül, üfüq, bir də müştük sözü var. Müştük. Bu sözlərdə hər iki hecada Ü saitidir. Yerdə qalanlarda isə birinci hecada Ü, ikinci hecada isə İ saitidir. Baxaq, külli. Küllü deyirik, görürsən, küllü yazılır, yoxsa küllü yazılır. Birinci Ü, ikinci İ. Müdür, yoxsa müdir. Birinci Ü, ikinci İ. Müdrik, Ü, sonra İ. Müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Yenə təkrarlayıram. 4 dənə sözü unutmayın. Mühüm, müşkül, üfüq və müştük sözlərində sözlərin hər iki hecasında da Ü saitindən istifadə olunur yazılışda. Bu qaydaları da öyrəndik. Daha sonra mənbə dildə, yəni bu sözləri hansı dildən almışıqsa, mənbə dildə bu sözlərdə deməli Ü yox. Bir saniyə. Aha. Mənbə dildə U saitli alınma sözlər Ü hərfi ilə yazılır. Yəni bu sözləri hansı dildən almışıqsa, orijinalda U ilə yazılırdısa, Azərbaycan dilində Azərbaycan dilinə keçərkən o sözlərin yazılış qaydası Ü saiti ilə müəyyən olunub. Yəni orijinalda U ilə yazılsa da Azərbaycan dilində bülletin yazılır. Orijinalda U ilə yazılsa da Azərbaycan dilində büro yazılır. Orijinalda juri yazılsa da Azərbaycan dilində jüri yazılır. Karbürator Ü ilə yazılır. Kompüter, paraşüt, sujet, şlüz və s. Orijinalda U ilə yazılan sözlər Azərbaycan dilinə keçərkən Ü şəklində, Ü saiti ilə yazılır. İndi danışaq mənbə dildə A hərfi ilə bitən alınma sözlərin yazılışından. Deməli,
aksiom, anket, aptek, atmosfer, planet, proqram, reklam, piyes, rezin, sisterin, sistem və s. Bu sözlərdə sonda A yazılmır. Necə yadda saxlayırıq? Zaten biz bu sözləri gündəlik olaraq eşidirik, istifadə edirik və heç birimiz bu sözləri yazarkən, danışarkən A saitini istifadə etmirik. Məsələn, heç kəs maşına demir, hər kəs maşın deyir. Və yaxud heç kəs rezina demir, hər kəs rezin deyir. Yəni artıq gözümüz də öyrəşib, qulağımız da öyrəşib. Düşünürəm ki, bu sözlərdə qarışdıracaq bir şey yoxdur. Sadəcə gündəlik istifadə etmədiyimiz sözlər var. Məsələn, sisterin sözü və yaxud da gündəlik istifadə etmədiyimiz qravür sözü. Məsələn, bu sözləri yadda saxlamaq üçün tövsiyə edirəm ki, lüğətdən bir neçə dəfə baxın, mənalarına baxın və yaxud izahi lüğətdə nümunələri var həmin sözlərlə. Nümunələrə baxın ki, bu sözlərin həm mənası yadınızda qalsın, həm də bu sözlərin doğru yazılışı yadınızda qalsın. Belə. Daha sonra mənbə dildə tərkibində B, P, N, M samitləri olan aşağıdakı sözlərin sonunda A ilə yanaşı qoşa samitlərdən biri də atılır. Əvvəllər bu sözdə yazılış belə idi: abreviatura. Lakin indi sondakı A ixtisar olunub, sondakı A yoxdur və orijinalda necədir? 2 dənə B var. Baxın, bu iki dənə B abreviaturadır. Lakin Azərbaycan dilində B-lardan biri ixtisar olunub, sondakı A da yenə o şəkildə istifadə olunmur. Qrup orijinalda qruppadır. Azərbaycan dilində qrup şəklindədir. Tonne sözü həm N-nın biri düşüb, həm də tonna sözü, həm də sondakı A düşüb. Diaqramma, baxın orada da M da düşüb, A da düşüb. Stenoqramma, M da düşüb, A da düşüb. Bunları da yadda saxlayın. Sözdə qoşa B, qoşa P, qoşa N, qoşa M. Həm o samitlərdən biri düşür, həm də sondakı A saiti düşür. Bu şəkildə yazılır Azərbaycan dilində. Bir də sonda A hərfi yazılan sözlər var. O sözləri də yadda saxlayın. Zaten dilimizdə istifadə edirik. Bilmədikləriniz hansılardırsa onları lüğətdən baxaraq dəfələrlə yadda saxlaya bilərsiniz. Botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda isə A hərfi yazılır. Düşünürəm ki, bu qaydalar anlaşılandı. Belə. Daha sonra mənbə dildə bir hecalı sözlər 2 cür yazılır. Bu sözləri necə yadda saxlaya bilərik? Dəfələrlə bu qaydanı oxuyaraq. Başqa cür, yəni mən çox düşündüm ki, necə sizə izah edeyim ki, yadınızda qalsın. Bir metod tapa bilmədim bununla bağlı. Özüm də dəfələrlə testlərdə, kitablarda görərək o şəkildə yadda saxlamışam. Deməli, 2 saitlə yazılanlar var, 1 saitlə yazılanlar var. Məsələn, cisimdə 2 saitdə var. Eyibdə 2 saitlidir. Ətir, feil, diqqət eləyin, əvvəllər feil şəklində idi, lakin indi feil şəklindədir. Fəsil, fikir, heyif, isim, izin. Məsələn, bu sözə xüsusi diqqət eləyin, qarışdıra bilərsiniz imtahanlarda. Və yaxud da səbir sözünə diqqət eləyin. Bəzi insanlar belə yazır. Səbir. Yanlışdır, səbirdir. Sonra zehin sözünə diqqət eləyin. Yəni belə diqqətlə oxuduqca hər dəfə yadınızda qalacaq. Daha sonra 1 saitlə yazılanlar cəbir, əmir, həbs, qəsir, hökm, hüzün, hüsn, daha sonra kəsir, qəbiz. Bu şəkildə, yəni dəfələrlə oxuyun, yadınızda saxlayın. Diqqət eləyin hansı sözə, üzv sözünə, üzür sözünə, məsələn, bu sözləri çox vaxt səhv edir uşaqlar. Sehir sözünə, baxın, səbirdə 2 hecalıdır, sehirdə 1 hecalıdır. Yadda saxlayın. Belə, bu sənədin bu səhifəsini artıq öyrəndik. Keçək növbəti səhifəmizə. Alınma sözlərdə samitlərin yazılışı haqqında danışaq. Bu qaydanın da əsas mahiyyəti nədir? Azərbaycan dilinə alınma sözlər keçirəndə bir baxırıq ki, bəzi samitlər Azərbaycan dilində yoxdur axı. Bəs Azərbaycan dilində keçirəndə həmin saitləri necə istifadə edəcəyik, necə yazacağıq? Baxın, bu qaydalar
bu suallara cavab verir. Məsələn, rus dilində tərkibində T hərfi olan sözlər var. Azərbaycan dilində keçəndə hansı qaydalara əsas götürürük? Baxın, ümumi isimlər S hərfi ilə yazılır. Yəni, baxın, bu hərfi S ilə əvəz elədik. Deməli, ümumi isimlərdə S hərfi ilə yazılır. Desent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s. Burada istisna var. 4 dənə söz var. Mezzo, vitse, blitz, ratsiya sözləri. Deməli, mezzo, vitse morfemləri, blitz və ratsiya sözlərində isə T, S şəklində dilimizə keçib. Daha sonra, xüsusi isimlərdə isə sözün əvvəlində, baxın, S hərfi kimi yazılır. Setkin, Tsiolkovski və s. Sözün ortasında və axırında isə T, S olaraq keçib. Mozart və yaxud da Vorontsov və s. bu şəkildə yazılır. Daha sonra bu qayda anlaşılandı. Daha sonra rus dilində tərkibində Ş hərfi olan alınma sözlər yazılışında necə olur? Aşağıdakı qaydalar əsas götürülür. Sözün əvvəlində və sonunda işlənən Ş hərfi Ş ilə yazılır. Şedrin, şerba, şor, şors, boş və s. Ortasında olan Ş hərfi isə 2 dənə Ş ilə yazılır. Meşan, vereshagin və s. Deməli, sözün necədir? Sözün əvvəlində və sonunda bir dənə adi Ş ilə yazılır. Sözün ortasında isə qoşa Ş ilə yazılır. Bu qayda da belə. Daha sonra bu söhbət rus dilindən getmir. Rus dilində zaten H ilə yazılmır. G hərfi ilə yazılır. Bu ümumiyyətlə orijinaldan keçən sözlərdən söhbət gedir. Yəni rus dilinə yox, ümumiyyətlə başqa dillərdən. Deməli, başqa dillərdən keçir. H samitli alınma sözlər Azərbaycan dilində H ilə yazılır. Haga, Hamburg, harmoniya və s. Daha sonra 1-ci və 2-ci hecasında M bəzən də N kimi tələffüz olunan alınma sözlər N ilə yazılır. Düşünürük, görəsən anbar yazılır, ambar yazılır tələffüzdə. İkisini də deyib yoxluyuruq. Baxın, belə tərəddüd içərisində isə qayda necədir? Qayda da belədir ki, həm M, həm N kimi tələffüz olunan alınma sözlər N hərfi ilə yazılır. Anbar, günbəz, İstanbul, qəmbər, sümbül, şənbə, tənbəl, zambaq və s. Daha sonra İ və ya ski şəklində bitən xüsusi isimlər sonunda Y yazılmır, sadəcə İ yazılır. Gorki, daha sonra Gortlevski və s. Deməli, Azərbaycan dilində sonda Y yazılmır. Sadəcə İ yazılır. Diqqət eləyərsiniz. Bu hissəni də bildiniz. Daha sonra kimyəvi element adları əslinə uyğun olaraq orijinaldakı kimi yazılır. Kalium, magnezium, natrium və s. Burada nəyə diqqət eləyin? Aha, baxın, əsli tələffüzdə yazıb. C samiti ilə tələffüz olunan alınma sözlər C ilə yazılır. Məsələn, orijinalda J hərfi ilə yazılır axı. Tələffüzündən söhbət gedir. Tələffüzü C kimi tələffüz olunur. Azərbaycan dilində C şəklində yazılır. Jack, London, Cember, Siciliya və s. Daha sonra əsli G kimi tələffüz olunan, baxın burada da tələffüzdür. Əsli G hərfi kimi tələffüz olunan alınma sözlər incə saitli hecalarda C hərfi ilə yazılır. Biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s. Daha sonra bunları bildik. Daha sonra ingilis dilində W hərfi Azərbaycan dilində keçərkən V hərfi ilə yazılır. Website, William, Word heç əlaqəsi olmasa belə qeyd edeyim. Bəzi insanlar Ş hərfi yerinə bu hərfdən istifadə olunur, yanlışdır. Sadəcə orijinalda W hərfi olan sözlər Azərbaycan dilinə keçərkən
V hərfi ilə yazılır. Vəssalam. Yəni şu əvəzinə bu yazmaq elə bir məntiqi yoxdur, yanlışdır. Daha sonra son səsi burada Ç yazılıb, lakin K- olmalıdır. Son səsi K kimi tələffüz olunan bir qrup alınma sözlər Q hərfi ilə yazılır. Filolog K tələffüz edirik, lakin Q ilə yazılır. İttifaq yazılır. Müstəntiq yazılır. Natiq və s. Belə, bu qaydanı da öyrəndik. Düşünürəm ki, bu hissə tamamdır. Keçə bilərik növbəti hissəmizə. Bu hissə, baxın, bura qədər demək olar ki, çox rahatdır. Zaten hər birinizin gündəlik istifadə elədiyiniz sözlərdir. Qayda kimi əzbərləmə ehtiyac yoxdur. Məsələn, nə deyir? Kökündə eyni cinsli qoşa və müxtəlif cinsli said işlənən alınma sözlər qoşa saidlə yazılır. Hamımız bilirik ki, ailə yazılır, bədii yazılır, cəmaət yazılır, əcaib və s. Daha sonra hecalarından biri P, digəri B kimi tələffüz olunan sözlər qoşa P ilə yazılır. Zaten bu sözlərin yazılışını bilirsiniz. Tərkibində hecalarından biri K, digəri C kimi tələffüz olunan sözlər qoşa K ilə yazılır. Mürəkkəb, mütəkkəb və s. Bu sözlərin yazılışını onsuz ki, hər gün istifadə edədiyiniz üçün bilirsiniz. Tərkibində biri T, biri D kimi tələffüz olunan hecalar qoşa T ilə yazılır. Hətta, zəttar, hətta deyirik, səttar deyirik, lakin qoşa T ilə yazılır. Bunlar anlaşılandır. Yəni gündəlik istifadə etdiyimiz sözlərdir. Xüsusi qayda kimi əzbərləməyə ehtiyac yoxdur. Mənbə dildə tərkibində qoşa G, qoşa L, qoşa M, qoşa P, qoşa T samitləri olan Avropa mənşəli alınma sözlər bir samitlə yazılır. Məsələn, burada aq, 2 dənə Q deyil, aglutinativ, bir dənə Q yazılır. Və yaxud da paralel, 2 dənə L deyil, bir dənə L-dır. Burada nəyə diqqət eləyin? İstisna olaraq 3 dənə söz var. Apelyasiya, qoşa L var. Attestasiya, qoşa T var. Akreditasiya, qoşa K hərfi var. Bunlara diqqət eləyin. Bu 3 dənə sözdən başqa, baxın, qoşa G, qoşa L, qoşa M, qoşa P, qoşa T-li alınma sözlər Azərbaycan dilində qoşalığı itir, samitlərdən sadəcə biri yazılır. Təkəcalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır. Fən, haqq, his, xət, kül və s. Bu sözlərə samitlə başlanan şəkilci artırdıqda qoşa samitlərdən biri düşür. Məsələn, fən yazılır, lakin lər artıranda n-lardan biri düşür. Haqq yazılır, sız artıranda q'lardan biri düşür. İstisnamız var. His və kül sözləri istisnadır. Çünki dilimizdə his və kül sözləri də var. Yəni bu qoşa samitli olanı da var, sonu tək samit olanı da var. Ona görə bu sözlər istisnadır. Bu sözlərə samitlə başlayan şəkilci artırsaq da sondakı samitlər düşmür. İstisna olaraq yadda saxlayın. His sözünə yalnız siz şəkilcisi artırdıqda qoşa sığlardan biri düşür. Başqa samitlə başlanan şəkilci artırdıqda söz olduğu kimi qalır. Bu qaydanı da bildik. Keçək növbəti qaydamıza. Mənbə dildə qoşa samitlə bitən 2 və çox hecalı sözlər Azərbaycan dilində bir samitlə yazılır. Məsələn, baxın, sonda xətt 2 dənə T yazılmır, bir dənə T yazılır. Kilovat, bir dənə T yazılır sonda. Və yaxud da mühümdə 2 M yox, 1 M yazılır. Rəsm xəttdə qoşa T yox, 1 T yazılır. Bu qaydanı da bildik. Daha sonra söz ortasında qoşa S samiti olan aşağıdakı alınma sözlər bir S samiti ilə yazılır. Məsələn, orijinalda aksesuar 2 dənə S-dır. Azərbaycan dilində bir S-dan istifadə olunur. Kaset deyil, kaset. Masaj deyil, masaj. Passaj deyil, passaj. Şose deyil, şose. Azərbaycan dilində bir S ilə yazılır. Daha sonra söz sonunda qoşa S samitli alınma sözlər Azərbaycan dilində bir S ilə yazılır. Ekspres 2 S deyil, 1 S'dir. Kongres 1 S, cross 1 S, brass 1 S,
Stres bir S ilə yazılır. İstisna olaraq pres sözünü yadda saxlayın. Mətbuat mənasında olan pres sözü sonda 2 S hərfi ilə yazılır. İndi şəkilçilərin yazılışından danışa bilərik. Əslində burada da qeyri-adi bir şey yoxdur. Gündəlik istifadə etdiyimiz şəkilçilərdir. Hər gün kitab oxuyanda gördüyümüz sözlərdir. Sadəcə diqqət olunmalı bəzi məqamlar var. O hissələrdə indi deyəcəm. Deməli, tərkibində prefikslər olan sözlər, yəni ön şəkilçilər. A, anti, ba, bi, na, pre şəkilçiləri sözə bitişik yazılır. Necə yadda saxlaya bilərsiniz? Sözlərlə yadda saxlayın. Məsələn, anormal sözə bitişik yazılır. Antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Burada bir məqama diqqət edin. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə defis işarəsi qoyulur. Anti-Azərbaycan, anti-Rusiya. Deməli, antidən sonra xüsusi isim gəldikdə defislə yazılır. Amma ümumi isim gəldikdə isə bitişik yazılır. Belə, bu qaydanı da bildik. Daha sonra söz düzəldici şəkilcilər aşağıdakı 3 qaydada yazılır. Deməli, bir cür yazılanlar var, 2 cür yazılanlar var, bir də 4 cür yazılanlar var. Bir cür yazılanlar hansılardır? İ, vari, keş, daş, stan şəkilçiləridir. Gil və zadə. Bunları yadda saxlayın. Yəni, ahəng qanuna asılı olmayaraq, istənilən sözə qoşulanda şəkilçilər bu şəkildə olduğu kimi qalır. Məsələn, vari, varı şəkildə heç vaxt yazılmır. Yüngülvari, buynuzvari, qalxanvari hamısında i şəkilçisinə yazılır. Ahəng qanuna tabe olmayan şəkilçidir. Və yaxud da i şəkilçisi cənubi, daxili, elmi, həyati, naxçıvani və s. Sonra diqqət edin stan şəkilçisinə. Bu sözə uyğun olaraq I, i, u, ü saitlərinə istifadə olunur, artırılır. Məsələn, Dağıstan, Türkmənistan, Monqolistan, Türkistan sözün kökünə uyğun olaraq sait seçilir və stana əlavə olunur. Gil, bacımgil, xalamgil, Əhmədgil, zadə, xanzadə, bəyzadə, axundzadə. Belə, deməli, ahəng qanuna tabe olmayan bir cür yazılan şəkilçilər haqqında danışdıq. Burada qeyri-adi heç bir şey yoxdur. Bunları bilirsiniz zaten. 2 cür yazılan şəkilçilər. Burada nəyə diqqət edin? Bəlkə testə qayda olaraq düşə bilər. Kar samitlə bitən sözlərə qan, kən, yəni q, ç ilə başlayan şəkilçi, cingiltili samitlə bitən sözlərə isə qan, gən və yəni q, c ilə başlayan şəkilçi artırılır. Necə yadda saxlaya bilərsiniz? Baxın, bu şəkildə yadda saxlaya bilərsiniz. Kar, ç, ç, deməli ç, q, burada ç, q. Belə yadda saxlaya bilərsiniz. Cingiltilidə isə baxın, burada c var, c, q. Bu şəkildə yadda saxlaya bilərsiniz. Keçək növbəti səhifəmizə. Deməli, bir də burada 4 cür yazılan şəkilçilər haqqında danışıblar. Lakin düşünürəm ki, burada bilmədiyiniz bir şey yoxdur. Zaten hər birini sözlərdə istifadə edirsiniz. Nəyə diqqət edin? Bu hissədə deməli, baxın, rəqəmlə yazılan miqdar sayından sonra mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis işarəsi qoyulur. Tre deyil. Defis işarəsi qoyulur. Daha sonra baxın, məsələn 2-yə, 3-də, 5-i, 6-nın və s. bu şəkildə yazıblar. Bir də bu qaydaya diqqət edin. Roma rəqəmlərindən sonra şəkilci yazılmır. Əgər belə yazsalar, məsələn 5C yazsalar, səhvdir. Elə Roma rəqəmində şəkilci də var. Ondan sonra ikinci dəfə şəkilci yazmağa ehtiyac yoxdur. Bu 2 qaydaya da xüsusi diqqət edərsiniz. Burada isə bilmədiyiniz bir şey yoxdur. İndi danışaq mürəkkəb sözlərin yazılışı haqqında. Deməli, burada əsas bilmədiyiniz 1-2 məqam ola bilər. Hər birini necə yadda saxlamaq lazımdır deyəcəm. Bunu zaten bilirsiniz.
bir vurğu ilə deyilən müxtəlif mənalı sözlər bitişik yazılır. Məsələn, ara bir, balaca boy, 5 illik, 5 mərtəbəli və s. Bu sözlər bitişik yazılır. Bunu bilirsiniz. Daha sonra əgər sözdə a, ha və yaxud a, ə, baxın burada var, ba, bə. Bu bitişdiriciləri varsa, bu sözlər bitişik yazılır. Məsələn, vur, ha, vur, tut, ha, tut, gəl, ha, gəl, qaç, ha, qaç, kəs, ha, kəs, addım, ba, addım, ay, ba, ay və s. Bu sözlər bitişik yazılır. Bunu bilirsiniz. Burada nəyə diqqət eləyin? Burada kar və cingilti ilə bitən qeyd olunub. Deməli, sözün kökü kar samitlə bitdikdə ahəng qanununa görə a, ə, cingilti ilə bitdikdə isə ha əlavə olunur. İstisna get-ha-get sözü var. T kar samitdir, lakin ha bitişdiricisi əlavə olunub. Bu istisnadır. Bunu yadda saxlaya bilərsiniz. Sonra sizin zehninizi nə qarışdıra bilər? Baxın, burada 2 dənə qayda var. Onlar qarışdıra bilər. Demək, bu hissəni bildik. Aha, baxaq buna, buna və buna. Deməli, sözdə qeyd eləyir ki, aero, agro, audio, avia, avto, exo, endo, elektro, foto, makro, mikro, mini, mono, multi, nano, neo, oksi, aliga, paleo, para, post, prato, psevdo, psixo, stero, super, tele, termo, trans, ultra, ümum morfemləri varsa, sözə bitişik yazılır. Baxın, deyə bilərsiniz ki, necə yadda saxlayacaq bu qədər birləşmələri? Bu qaydanı sadəcə burada belə xatırlayın. Keçək bura. Tərkibində art, ex, əks, kontur, qeyri, ober və vitse morfemləri varsa, defislə yazılır. Baxın, sadəcə bunları əzbərləyin. Art, ex, əks, kontur, qeyri, ober, verb, vitse. Düşünürəm ki, bunları əzbərləmək rahatdır. Bunları əzbərləyin. Bunlar defislə yazılır. Yerdə qalanlar isə, yəni bunlar isə bitişik yazılır. Bu şəkildə yadda saxlaya bilərsiniz. Bu birinci üsul. İkinci üsul isə, bu daha çətindir, amma daha yadda qalandır. Baxın, əminəm ki, bu morfemlərin çoxunun mənasını bilmirsiniz. Məsələn, eşitmisiniz, tutaq ki, exo və yaxud endo. Məsələn, bunları heç araşdırmısınızmı ki, exo nə deməkdir, endo nə deməkdir və yaxud da psevdo nə deməkdir, ultra nə deməkdir. Hər birini bir-bir araşdırıb, hər birinə aid bir sözün mənasına baxa bilərsiniz. Lüğətdə baxdıqca o sözün necə yazıldıqda yadınızda qalacaq və həmin morfemi də yadda saxlayacaqsınız ki, yəni bu morfem sözə bitişik yazılır. Belə, bu da ikinci qaydadır. Bu şəkildə də yadda saxlaya bilərsiniz. Sonra, baxın, bir də bu qeydə baxın. Bu yuxarıda olan morfemlər var idi, bitişik yazılan. Bu morfemlərdən bəziləri xüsusi isimlərə qoşulduqda defislə yazılır. Məsələn, Trans-Asiya, Trans-Avropa, Trans-Avrasiya və s. Bunları da yadınızda antidə demişdik onu. Prefikslərdə demişdik. Xüsusi isim məsələsi olanda defislə yazıla bilir. Bunu da yadda saxlayın. Daha sonra hansı qaydanı demədik? Bunu dedik, bunu dedik. Bunu dedik. Bura baxın. Qoşa sözlər var. Adda, budda, aşıq, eyni sözün təkrarlanması, bir tərəfin mənası olmayan sözlər necə yazılır? Defislə yazılır. Bunu da bilirsiniz. Daha sonra izafət tərkibləri defislə yazılır. Həddi buluq, külli aləm, külli ixtiyar, nöqteyi nəzər, tərcümeyi hal, tərzi hərəkət və s. Bunu da bilirsiniz. Daha sonra mürəkkəb coğrafi adlar defislə yazılır. Cənub-qərb, şərq-qərb, şimal-qərb coğrafiya kitablarından görmüsünüz. Bunu da bilirsiniz. Tərkibində mənaca bir-birinə yaxın mənalı sözlərin və əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər demişdik ki, defislə yazılır. Bunları da yadda saxlayın. Əgər yaxın mənalıdırsa, əks mənalıdırsa, bir tərəf ayrılıqda işlənə bilməyən sözdürsə, eyni sözün təkrarıdırsa, bu sözlər defislə yazılır. Bu da rahatdır. Daha sonra ölçü vahidlərini bildirən isimlər defislə yazılır. Məsələn, kilo elektron volt, kilowatt saat, qram kalori və s. Daha sonra sifətin dərəcələrində açıq, tünd və ala. Açıq,
tünd, ala. Bu üçü defislə yazılır. Təhər isə bitişik yazılır. Baxın, göy təhər, sarı təhər və s. Bunu da yadda saxlayın. Daha sonra köməkçi sözlərin yazılışından danışaq. Deməli, idi, imiş, ikən hissəciklərinin bitişikmi ayrı yazılmağı ilə bağlı bir qayda var. Deməli, bu köməkçi sözlər adlardan, adlar nələrdir? İsim, sifət, say, əvəzlik. Adlardan və saitlə bitən zərf feillərdən sonra ayrı yazılır. Deməli, təkrarlayıram. İdiymiş, ikən hissəcikləri deməli, adlardan və saitlə bitən zərf və feillərdən sonra ayrı yazılır. Samitlə bitən feillərdən sonra isə həm ayrı, həm də ilk saiti buraxılaraq, yəni şəkilciləşmiş şəkildə bitişik yazılır. Məsələn, baxın, uşaq idi, addan sonra gəlib ayrı yazılır. Və yaxud da uşaq ikən addan sonra gəlib ayrı yazılır. Deməli, feildən sonra necə dedik? Dedik ki, saitlə bitən feildən sonra ayrı, samitlə bitən feildən sonra həm ayrı, həm bitişik yazılır. Baxın, gəlirkən samitlə bitib, şəkilçiləşmiş şəkildə bitişik yazılır. Belə, bu qayda ilə yadda saxlaya bilərsiniz. Daha sonra buna diqqət eləyin. Söhbət tələffüzdən yox, yazılışdan gedir. Deyir ki, saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilir. Almalıydı, gəlməliymiş, alaydı, alasıydı. Yəni yazılışda y yazılır və bu doğrudur. Tələffüzə bənzəsə də yazılışda y-nın işlənməsi doğrudur. Belə. Daha sonra qoşmalar iki cür yazılır, yadda saxlayın. Təkicalı qoşmalar sözə bitişik yazılır. Şəkilçi kimi yadda saxlaya bilərsiniz bunu. İkicalı qoşmaları isə ayrı yazılır. İlə qoşması bəzən şəkilçi kimi, yəni i düşür, şəkilçi kimi, lalə kimi sözə bitişik yazılır. Burada diqqət eləyin. Etibarı ilə, məqsədi ilə, münasibəti ilə, vasitəsi ilə sözlərinə. Baxın, çox adam düşünür. Görəsən, münasibəti, bayramlarda düşünür çox adam. Deyir, görəsən, münasibəti ilə yazılır, yoxsa münasibəti ilə yazılır? Baxın, bitişik yazılır. Münasibəti ilə, vasitəsi ilə, məqsədi ilə, etibarı ilə. Bu sözlərdə bitişik yazılır. Sonra mənşəci mürəkkəb olan bağlayıcılar bitişik yazılır. Yəni, çünki iki dənə bağlayıcının birləşməsindən yaranıb. Bu bitişikdir. Ha, belə bitişikdir. Halbuki, həmçinin, hərçənd, hərgah, nəinki və s. Bunlar bitişik yazılır. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır. Belə ki, iki dənə hissədən ibarətdir. Buna görə də, bunun üçün, bununla, daha da, güya ki, həm də, odur ki, ona görə də və s. ayrı-ayrı yazılır. Deməli, tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır. Daha sonra ədədlərlə bağlı baxaq. Ədədlər aid olduğu sözlərdən ayrı yazılır. Nəyə diqqət eləyəcəksiniz? M, mi, mu, mü ədədinə, sana, sənə ədədinə, ca, cə ədədinə. Bu ədədlər isə şəkilçiyə bənzədərək yadda saxlaya bilərsiniz. Sözlərə bitişik yazılır. Xüsusilə diqqət eləyin. Hal-hazırda sosial mediada, videolarda əksər insanlar mi ədədini sözdən ayrı yazır. Türkiyə türkcəsində olduğu kimi, lakin yanlışdır. Azərbaycan dilində m, mi, mu, mü ədədi sözə bitişik yazılmalıdır. Belə. Sonra nidalardan danışaq. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır. Zaten eyni sözün təkrarı əvvəldə demişdik mürəkkəb sözlərdə. Eyni sözün təkrarından söhbət gedirsə defislə yazılır. Müxtəlif sözlərdən əmələ gələn nidalar isə ayrı-ayrı yazılır. Ay aman, ay haray və s. İndi birinci hərfi böyük yazılan sözlər haqqında danışaq. Deməli, hamımız bilirik ki,
ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər böyük hərflə yazılır. Burada diqqət edin, bəy, oğlu, qızı kimi sözlər kiçik yazılmalıdır. Məsələn, Üzeyir bəy, Əbdülhüseyn oğlu Hacıbəyli. Üzeyir böyük yazılır, Əbdülhüseyn böyük yazılır, Hacıbəyli böyük yazılır, bəy və oğlu isə kiçik yazılır. Deməli, ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər böyük yazılır. Bəy, oğlu, qızı və s. kimi sözlər isə kiçik hərflə yazılır. Bu qaydanı bildiniz. Daha sonra xüsusi isimlər, bu qaydaya diqqət edin. Xüsusi isimlər cəm şəkildə qəbul etdikdə də böyük hərflə yazılır. Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzə Aslanovlar, Mehdi Hüseynzadələr və s. Deməli, xüsusi isimlər cəm şəkildə qəbul etdikdə də böyük hərflə yazılır. Daha sonra bədii əsərlərdə heyvanlara, cansız əşyalara verilən adlar, yəni obrazların adları böyük hərflə yazılır. Alapaça, badəm, bəng, bozdar, qırat, məstan və s. Deməli, bədii əsərlərdəki heyvan və cansız əşyalara verilən adlar böyük yazılmalıdır. Bunu da yadda saxlayın. Daha sonra tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır. Baxın, azadlıq, bir dənə A böyük yazılır, meydan kiçik yazılır. Çaldıran döyüşü A böyük yazılır, D kiçik yazılır. Dəmir dövrü, dəmir sözündəki D böyük yazılır, ikinci D kiçik yazılır. Orxon Yenisey abidələri, baxın, abidə kiçik yazıldı. Sasanilər dövrü S böyük yazılır, D kiçik yazılır və s. Daha sonra bunu yadda saxlayın. Ölkələr, muxtar respublikalar, vilayət və diyarların adlarında bütün sözlərin ilk hərfi böyük yazılır. Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və yaxud belə yadda saxlaya bilərsiniz. Tam ixtisarı olan, akronimi olan sözlər, yəni əvvəlki termindən desək, abreviaturası olan sözlər necə yazılır? Hər biri, yəni bütün sözlərin baş hərfləri böyük yazılır. Belə. Daha sonra harda qaldıq? Aha, bu hissəni dedik. Daha sonra səmavi kitabların adları, fəsad cisimlərin adları böyük hərflə yazılır. Quran, Bibliya, Əhd-i Cədid, Əhd-i Ətiq, İncil, Tövrat, Günəş, Ay, Yupiter, Saturn, Venera və s. Günəşlə aya xüsusi diqqət eləyin. Səma cisimlərin adları olduğu üçün böyük hərflə yazılır. Sonra ali dövlət vəzifələri. Baxın, prezident sözünü gördüksə, bütün sözlərin baş hərfi böyük yazılmalıdır. Azərbaycan Respublikasının prezidenti. Lakin, baxın, vitse-prezidenti də bura qədər böyük yazılır. Birinciyə qədər. Azərbaycan Respublikasının birinci. Bunlar böyük yazıldı. Vitse-prezidenti isə kiçik yazıldı. Azərbaycan Respublikasının baş naziri. Azərbaycan sözünün baş hərfi, Respublika sözünün baş hərfi, baş sözünün baş hərfi böyük yazılır, naziri isə kiçik yazılır. Baxın, sədri kiçik yazıldı. Daha sonra deyir dövlət orqanları, qurumları, diqqət eləyin. Dövlət orqanları, qurumları, birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin baş hərfi böyük yazılır. Burada sözlərə diqqət edin, əlavə sözlərə diqqət edin. Adına, üzrə, yanında, qarşı və s. kimi yardımcı sözlər isə kiçik yazılır. Deməli, necə yada saxlaya bilərsiniz? Sanki binası olan mürəkkəb adlar. Məsələn, hansını deyək? Deyək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi binası var onun. Həmin mürəkkəb adda olan bütün sözlərin baş hərfi böyük yazılır. Baxın, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçə İnstitutu, bir dənə adına kiçik yazılır. O da yardımcı sözdür. Qalanlarının hər birinin baş hərfi böyük yazılmalıdır. Burada nəyə diqqət eləyin? Şöbə sözünə diqqət eləyin. Baxın, Ağstafa rayon təhsil şöbəsi, Quba rayon təhsil şöbəsi və s. Əgər şöbə sözü varsa və həmin mürəkkəb ad
idarənin adıdırsa, onun idarəsi varsa, binası varsa, orada şöbə böyük yazılır. Lakin şöbə hər hansı bir fakültədə istifadə olunan şöbə və yaxud bir bölmə kimi istifadə olunubsa, orada şöbə kiçik yazılacaq. Məsələn, Nəsimə adına Dilçə İnstitutunun terminologiya şöbəsi. Orada sadəcə bölmədir. İnstitutun bir bölməsidir. Ona görə orada şöbə kiçik yazılır. Lakin idarənin adı olduqda isə böyük yazılmalıdır. Yadda saxlayın. Belə. Bu hissəni də bildik. Daha sonra keçək dövlət rəmzlərinin adına. Dövlət rəmzlərinin həmçinin tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır. Azərbaycan Respublikasının dövlət himni rəmzimizin adıdır. Ona görə bütün sözlərin baş hərfi böyük yazılır. Beynəlxalq ana dili günü, baxın, təqvimə düşən gündür. Ona görə bütün sözlərin baş hərfi böyük yazılmalıdır. Beynəlxalq Qadınlar Günü təqvimdə olan əlamətdar günlərdən biridir. Ona görə bütün sözlərin baş hərfi böyük yazılır. Günü sözünü yadda saxlayın. Günü sözü varsa, ondan əvvəlki bütün sözlərin də, həmçinin günü sözünün də baş hərfi böyük yazılmalıdır. Sonra, məşhur tarixi gün, bayram adlarının yalnız birinci sözün ilk hərfi böyük yazılır. Baxın, gün sözü yoxdur burada. Burada nədir? Məşhur tarixi gün. Məsələn, 20 yanvar. Sadəcə i böyük yazılır. Y böyük yazılmır. 28 may sadəcə i böyük yazılır. 8 mart, Qurban Bayramı. Sadəcə birinci sözün baş hərfi böyük yazıldı. Nəyə diqqət eləyin? Əgər rəqəmlə yazılarsa, o söz, yəni əlamətdar gündən söhbət gedir. Rəqəmlə yazılıbsa, rəqəmdən sonraki hərf böyük yazılmalıdır. 20 yanvar. Baxın, y böyük yazıldı. 28 may. May böyük yazıldı. Mart, 8 mart. Mart böyük yazıldı. Amma 7 mart olsa m kiçik yazılacaq, çünki əlamətdar gün deyil. Onu da yadda saxlayın. Belə, bunu da bildik. Daha sonra Azərbaycan Respublikasının Səhiyyə Naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri tipli mürəkkəb adlarda sahə və vəzifə kiçik yazılmalıdır. Sadəcə böyük yazılan hansıydı? Prezident sözünü demişdik yuxarıda. Deməli, həm sahə, həm də vəzifə kiçik yazılır. Sadəcə Azərbaycan Respublikası böyük yazıldı. Daha sonra tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə olan mürəkkəb adlarda ilk söz böyük, sonraki sözlərdə isə kiçik hərflə yazılır. Avropa liseyi A böyük yazıldı, L kiçik yazıldı. Dəyanət vəqfi D böyük yazıldı, V kiçik yazıldı. Sadəcə birinci sözün baş hərfi böyük yazılmalıdır. Buna da diqqət eləyin. Daha sonra bunları da bildik. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ad, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda sadəcə ilk söz böyük hərflə yazılır. Sakit okean, O kiçik yazılmalıdır. Xəzər dənizi, D kiçik yazılmalıdır. Kür çayı, çay kiçik yazılır. Mil düzü, düz kiçik yazılır. Sadəcə deməli birinci sözün baş hərfi böyük yazılır, digər söz isə kiçik yazılır. Bunları da yadda saxlayın. Fəxri adların özəy hissəsini təşkil edən ilk söz böyük hərflə, sonraki söz isə kiçik hərflə yazılır. Əməkdar müəllim, Ə böyük yazılır, M kiçik yazılır. Əməkdar incəsənət xadimi, sadəcə Ə böyük yazılır. Xalq şairi, sadəcə X böyük yazılır. Lakin, burada diqqət eləyin, Azərbaycanın milli qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, bunlarda isə hər üç söz böyük hərflə yazılır. Bunu da yadda saxlayın. Daha sonra orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları isə dırnaqda və birinci söz böyük hərflə yazılmalıdır. Məsələn, ordenin adı vətənə xidmətə görə birinci söz böyük hərflə yazıldı, dırnaqda yazıldı, orden isə kənarda yazıldı. Dövlət qulluğunda fərqlənməyə görə medalın adıdır. Dırnaqda yazıldı, birinci sözün baş hərfi böyük yazıldı, medal isə kiçik və
dırnaqdan sonra yazıldı. Əsərlərin adları dırnaqda yazılmalıdır. Baletin adı dırnaqda yazılır. Filmin adı dırnaqda yazılır. İlk hərf böyük yazılır. Bəzən ikinci hərf də böyük yazılır. Bu doğru deyil. Azərbaycan qəzeti, qəzetin adı dırnaqda yazılır və böyük yazılır. Cücələrim kafesi dırnaqda yazılır və böyük yazılır. Kafenin adıdır. Çox vaxt kafelərdə, mağazalarda və s. görürük. Dırnaqsız yazılır. Yəni sadəcə böyük hərflə yazılır. Yanlışdır. Dırnaqda və böyük hərflə yazılmalıdır. Daha sonra diqqət eləyin. Dırnaqda yazılan belə adlara artırılan şəkilcə dırnaqdan kənarda yazılır. Məsələn, Xalq qəzeti dırnağı bağladıq, sonra nin yazılıb və s. Buna da diqqət eləyərsiniz. Sonra Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyim və s. sözlər rütbə, ləqəb, titul bildirib aid olduğu sözlərdən əvvəl gəldikdə, baxın, əvvəl gəldikdə böyük hərflə yazılır. Məsələn, Şah İsmayıl Xətai, Şah böyük yazılır. Hacı Qara, Hacı onun ləqəbidir, tituludur. Deməli, Hacı böyük yazıldı. Mirzə Fətəli, baxın, Mirzə böyük yazıldı. Deməli, bu sözlər Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyim və s. kimi rütbə, ləqəb, titul bildirən sözlər adın əvvəlində yazılırsa, böyük hərflə yazılmalıdır. Deməli, növbəti səhifəmizə keçək. Burada bir məqama diqqət edin. Deməli, ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələri olduqda sözə bitişik yazılır. Məsələn, Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyük xanım və s. Deməli, adın tərkib hissəsi olduqda sözə bitişik yazılır. Daha sonra bu sözlər hörmət məqsədi ilə addan sonra istifadə olunursa, kiçik hərflə yazılır və ayrı yazılır. Məsələn, Abbasqulu Ağa Bakıxanov. Baxın, ağa ortada işlənib, kiçik hərflə yazılır və ayrı yazılır. Nəcəf bəy Vəzirov. Bəy Nəcəf sözündən sonra gəlib, kiçik yazılır və ayrı yazılır. Fətəli xan Xoyski. Ortada yazılır xan, kiçik yazılır, ayrı yazılır. Fatma xanım Kəminə, kiçik yazılır və ayrı yazılır. Bunları da yadda saxlayın. Bu qaydanı da bildik. Daha sonra ixtisarlar, akronimlər və qısaltmalar. Bunlar haqqında qısa olaraq danışdım. Zaten bildiyiniz məsələlərdə ixtisarlar, tam ixtisarlar, akronimlər və qısaltmalar aşağıdakı kimi yazılır. Tam ixtisarlar, yəni akronimlər və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır. Məsələn, Azərbaycan Respublikası bilirik ki, A və R böyük yazılır. Ona görə onun akronimi də böyük hərflə yazılır. A, R. Birləşmiş Millətlər Təşkilatı. Baxın, BMT. Hamısı böyük yazılır. Milli Məclis böyük yazılır, akronimi də böyük yazılır. Tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır. Metr, cild və s. Baxın, və s. yazılıb. Başqaları və başqa. Və burada bir məqama diqqət edin. Qısaltma olanda, məsələn, və s. deyirik. Sairi qısaltdıq. Ondan sonra nöqtə qoyuruq. Qısaltmada nöqtə qoyduq. Məsələn, baxın, akademik sözünü qısaldıblar, ona görə nöqtə qoyulub. Belə, yəni ümumi isimlərə aid olduqda tam ixtisarlar kiçik hərflə yazılır. Bunu da bildik. Yarımçıq ixtisarlar aid olduğu sözlərə uyğun olaraq böyük və ya kiçik hərflərlə mürəkkəb adların tərkib hissələrinin bitişiyi yazılır. Deməli, aid olduğu sözdən asılıdır. Böyük də yazıla bilir, kiçik də yazıla bilir. Məsələn, baxın, Azərnəşrdə Azərbaycan sözü qısaldılıb, böyük hərflə yazılır. Sonra, ixtisarlar və akronimlərə əlavə edilən şəkilcilər son səsin tələffüzünə uyğun yazılır. Son səsin AMA-dan, MDB-nin son səsi nədirsə ona uyğunlaşdırıb, ona uyğun şəkil artırırıq. UNESCO-nun, Buduya və s. Bunu da bildik. Akronimlər və qısaltmalar haqqında bu qədər. Sözlərin sətirdən sətrə keçirilməsini ayrıca dərs olaraq izah eləmişdim. Burada sadəcə üzərindən keçə bilərik. Bilirik ki, sözlər sətirdən sətrə hecalarla keçirilir, hecalara bölmə prinsipi ilə keçirilir. Vətən, məktəblilər. Sözün bir saitdən ibarət olan hissəsi istəyir sözün əvvəlində, istəyir sözün sonunda fərq eləmir.
sətirdən sətrə keçirilə bilməz. Daha sonra sayılar rəqəmlə yazıldıqda onlara artırılan şəkilcilər sətirdən sətrə keçirilmir. Məsələn, 5-cilər 7-ci, 9-da ya sətrin bu tərəfində qalmalıdır, ya da sətrin o tərəfində qalmalıdır. Biz rəqəmi bir tərəfdə, şəkilçini bir tərəfdə saxlaya bilmərik. Bunu da yadda saxlayın. Bu qaydaları da bildik. Daha sonra mürəkkəb ixtisarlar və onlara artırılan şəkilcilər sətirdən sətrə keçirilmir. Ya sətrin sonunda saxlayırsınız, ya da sətrin əvvəlində saxlayırsınız. Sətirdən sətrə keçirmək olmaz. Daha sonra ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını sətrin sonunda saxlamaq olmaz. Tam şəkildə Mirzə Fətəli Axundzadə tam şəkildə qalmalıdır. Onun bir hərfdən ibarət qısaltmasını sətrin sonunda saxlaya bilmərik. Və durğu işarələri yeni sətrə keçirilmir. Bunu da yadda saxlayın. Belə, burada isə artıq istifadə olunmuş sənədlərin siyahısı və s. verilib. Bu hissədə ehtiyac yoxdur. Demək olar ki, bu sənəddə olan bütün qaydalara toxundum. Hər hansı bir qaranlıq məqam qaldısa, suallarınızı yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Azərbaycan dilinin orfoqrafiya normaları haqqında bu qədər. Mən bu dərsimizdə Azərbaycan dilində olan bütün sözlərin yazılışını çox təəssüf ki, izah edə bilmərəm. Sadəcə normalar haqqında danışdım. Bütün sözlərin doğru yazılışını isə tez-tez lüğətlərdən istifadə edərək və yaxud kitabları oxuyarkən sözlərin yazılışına diqqət edərək yadınızda saxlaya bilərsiniz. İndilik bu qədər. Xudahafiz.